Başlayaq. İlk 50-yə kimi sual olanlar qeyd eləsin. İlk 50-yə kimi. Mən 21 gördüm, 21-dən başlayıram. Əvvəldə olsa qeyd edin qaydaq. 21-ci sualdan. Və burada baxıram. Birinci, burada eli necə alacaq? 3-dən 7-ni toplayır 10, kvadratı 100. 3-dən 5-i toplayır 8, kvadratı 64. 7-dən 2-ni toplayacaq 9, kvadrat edir 81. Oldu el. Bəs K necə tapacaq? Bax, məsələn, bu 6 nəyə söykənir? 3-ə. 3-ü vursan 2-yə, 6. 7-ni vursan 2-yə, 14. 5 vuracam 2'ye eləyəcək 10. K'mız oldu 10. Digər də oldu 81. Fərqin istiri olacaq cavab 71. D variant. 21'e baxdıq. 26, 27. Hə, 26-cı sualda fiqurun tərəf sayı rəqəmdəki mövqeyini göstərir. Məsələn, bax, kvadrat da düzdürmü? 4 tərəfi var. Deməli, 4-cü rəqəmi götürüb 2-ni. 3 bucaqda 3 tərəfi var. 3-cü rəqəmi götürüb 5. Yazıb 25. Və bura baxıram. Birinci 6 tərəflidir. 6-cı rəqəmi, yəni 7-ni götürür. Sonra 4 tərəf var. 4-cü rəqəm, yəni 6-nı götürür. Sonra 5 tərəf var. 5-ci rəqəm, yəni 1-i götürür. Olur 761. İndi burada da bax, fiqurun 7 tərəf olduğuna görə 7-ci rəqəmi, yəni 8-i götürəcək. Burada da 3-cü rəqəmi, yəni 8 götürəcək. Orada 88 cavab olacaq A variant. Problem var. Yəni 27 baxaq. 27-ci sualda 8 vur 7 56 bərabərlik 41 plus 15-ə. 9 vur 11 99 bərabərdir 63 plus 36-ya. 6 vur 7 42 bərabərdir 18 plus 24. Cavab olur D variant. 'Sonra 29 24 29. 24'te bura A desəm, bura B desəm, A'nın üstünə B böl 4'ü gəlir. 15'in üstünə 8 böl 4 2 gəlir 17. Burada 8'in üstünə 24 böl 4 6 gəlir 14. Burada da 12'nin üstünə 16 böl 4 4 gələcək eləcək 16. Sualın yerində olacaq 6. 20-ci sualda 9 vur 6 54 üstünə 13 gəlir 67 tərsi 76. Və 7 vur 8 56 üstünə 5 gəlir 61 tərsi 16. 4 vur 7 28 üstünə 19 gəlir 47 tərsi olur 74. Cavab olar A variantı. 24'e baxdıq. 20 21 29. 20'ye baxaq. 20'ye baxdıq. 29'a baxaq. 29-cu sual. 3'ün kvadratı üstəgəl 2'nin kvadratı 9 plus 4 13 eləyir. 4 çıxana 9 alıram. 4'ün kvadratı üstəgəl 1'in kvadratı 16 plus 1 17 eləyir. 12 çıxıb 5 alıram. 5'in kvadratından 2'nin kvadratını toplasam 29 eləyir. 29'dan da 21 çıxmalıyam ki 8 eləsin. Deməli sualın yerinə 21 olmalıdır. Cavab olur Y variantı. 31. 31-ci sualda bax birinci tərəfə baxsam 128'i bölür 2'yə 64. 64'ü bölür 2'yə 32.
32-ni bölür 2-yə 16 alır. Yəni daimi olaraq 2-yə bölərək davam elədi sona qədər. Burada isə daimi olaraq 4-ə bölərək davam edir. Bax 832 bölür 4-ə 208. 208 bölür 4-ə 52. 52-ni böləcək 4-ə eləyəcək 13. Doğru cavab olacağı B variantı. Bu daimi olaraq 2-yə böldü, bu daimi olaraq 4-ə böldü. 28. 28-ci sualda. Bura A desəm, buna B desəm, A kvadratın üstünə B kvadratın gəlir, üstünə də A vurulsun B-ni gəlir. Yəni 25 üstəgəl 16, 41, üstünə 5 vur 4, 20 gəlir 61. 9 plus 4, 13, üstünə 3 vur 2, 6 gəlir 19. Yəni 4-ün kvadratını 2-nin kvadratını toplayıram. 16 plus 4, 20 eləyir. Üstünə 4 vur 2, 8 gəlirəm 28. Cavab olur A variantı. 32. 10 vur 8, 80, 7 çıxıram 73. 2 vur 6, 12, 10 çıxıram 2. 6 vur 4, 24, 8 çıxıram 16. Doğru cavab olur A variantı. 41 dəydi gözümə. 41-ə keçdim. 39 a birdən. 39, 41. 39-cu sualda. Bax, buradakı rəqəmlər əslində bir çox ipucu verir. Məsələn, bax, bu hissədən konkret cavabı çatmaq olurdu. Bax. 10-dan 3 çıxır 7, kubu 343. 10-dan 3 çıxır 7, kvadratı 49. Yəni çıxıb kvadratın çölə yazır, çıxıb kvadratın kubun içəri yazır. Həmçinin burada 6-dan 4 çıxır 2, kubu 8. 6-dan 4 çıxır 2, kvadratı 4. 9-dan 5 çıxıram 4, kvadratı 16 çölə yazıram. 9-dan 5 çıxıram 4, kubu 64 içəri yazıram. Burada 6-dan 3 çıxıram 3, kubu 27 içəri yazıram. 6-dan 3 çıxıram 3, kvadrat 9 çölə yazıram. Şəh, bitdi, getdi. Bir də baxaq. Bir nə acaba var? Bir sayda toplamadı da. 2 üstə gəl 4, 6. 4 üstə gəl 6, 10. 6 üstə gəl 1, 7. 6 ilə 10. 10 ilə 17, 16 ilə 17. 38 qalmış. 38-də kiçik qolların cəmi böyük qolların cəminə bərabərdir. Bax, kiçik qolları toplasam 5, 13, 2, 10. Toplayıram edir 30. Böyük qollar 7, 14, 21, 5, 26, 4, 30. Kiçik qolların cəmi böyük qolların cəminə bərabərdir. Burada da kiçik qollar 23 üstəgəl 11, 34 edir. Üstəgəl 2, 36 edir. İndi davamı bilməm neçə olacaq. Böyük qollar axtarıram. 6, 12, 18, 19, 37, 3, 40 edir. 40-dan bu üçünün cəmi. 36-nı çıxsam bura qalır 4. Cavab olur A variant. Bura kim problemi olan var? Müəllim, 38-i yenidən deyə bilərsiniz, zəhmət olmasa? Kiçik qolların cəmi ilə böyük qolların cəmi bərabərdir. Bax, kiçik qollar 13, 5, 10, 2. Hamısını toplasan 30 edir. Uzun qolların getdiyi rəqəmlərə baxıram. 7 üstəgəl 14, 21, üstəgəl 5, 26, üstəgəl 4, bu da 30 edir. Aydın indi? Problem var. Xeyr müəllim.
37. 37 Fibonacci'dir. 2 ilə 6-nın cəmi 8, 6 ilə 8-in cəmi 14. 14 ilə 0-ın cəmi 14, 0 ilə 14-ün cəmi 14. 12 ilə 1 13, 1 ilə 13 14. Hamısı mərkəzə 14-də birləşir. 42 43. 42-ci sual. 42-ci sualda burada 18 idi. Bunu mən sonradan satdığım həll olan PDF-də düzəltmişdim. 18 olmalı idi. 5-i vurur 6-ya 30, bölür 2-yə 15. 6-nı vurur 7, 42, bölür 3-ə 14. İndi 18 13-ə vurub 6-ya böləcəm. O deyəcək 39 D variantı. 43. 43-cü sualda birinci x tapası olsam, onun yerinə deyən ədədlərə baxıram. 4 ilə 9-un cəmi 13, 7 ilə 2-nin cəmi 9, 13 ilə 9 toplayıram 22. Məsələn, bu 14 tapanda 7 ilə 2 9, 2 ilə 3 5, 9 ilə 5 toplayıram 14. X tapanda da 4 ilə 9 13, 6 ilə 1 7. 13 ilə 7-ni toplayıram x olur 20. Y tapanda isə rəqəmlərin kvadratlar cəmi içəri yazır. 4-ün kvadratı ilə 9-un kvadratını toplasam 16 plus 81 97 edir. 7-nin kvadratı ilə 2-nin kvadratını toplasam 49 plus 4 53 edir. Burada 2-nin kvadratını 3-ün kvadratını toplasam 9 plus 4 eləyəcək 13 isə bitir. Çətinliyi var. Müəllim, Y-i bir də başa sala bilərsiniz yavaş-yavaş zəhmət olmasa. X-i başa düşdüm, amma Y-i yox. Kvadratlar cəmi. 4-ün kvadratı neçə eləyir? Nazirə səsim gəlir. Orada hardan 4 aldınız? Almamışam. 97 nəyə söykənir? 49-a söykənir. Aha. 4 ilə 9-dan 97 alır burada. 4-ün kvadratı eləyir 16. 9-un kvadratı eləyir 81. 16 ilə 81 toplayıb 97. Burada həmçinin 53 nəyə söykənir? 7-nin 2-yə. Hə, başa düşdüm. 7-nin kvadratı 49. Üstünə 2-nin kvadratını 4 gəlir 53. Burada da 2-nin kvadratının üstü 3-ün kvadratını gələcək. 9 Aydın. plus 4 eləyəcək 13. 4. Attığım PDF-ə baxmamışsınız. Orada izahlar var idi çoxunun. 4-cü sual. 44-də 11 ilə 15 birləşir 12-də. 11 ilə 15 toplayıram 26. 2-ni vuram 6-ya 12. 12 ilə 6-nı toplayıram 18. 1-i vuram 8-ə 8. 8 ilə 3-ü toplayacam 11. 1-i vuracam 1-ə k eləyəcək 1. Digər tərəfdə 3 ilə 5-i toplayacam 8. 8 özünə bərabərdir. Nəyə vurasan ki 8 tək rəqəmlədir. Deməli el olacaq 8. 1 ilə 8-in cəmində 9, yenə tək rəqəmlərdə olduğu kimi olacaq. M olacaq 9. Yəni ikisini topla rəqəmlərini vur bir-birinə. İkisini topla rəqəmlərini vur bir-birinə. Tək rəqəmli olanda isə olduğu kimi qalır. Problem var. Dörddən sonra 50-yə kimi sual olan varsa qeyd edəsən baxaq. 50-yə baxıram, arada sual olan desin qayıdıb baxarıq. 50-ci sual. 50-ci sual çətin sual idi. Bax. Çarpaza baxıram. 6-nı vurur 1-ə 6. Üstünə 1 gəlirəm 7. 2-ni vurur 2-ə 4. Üstünə 1 gəlirəm 5. Bayım sən burada da eyni şeydir. Bura diqqət elə. 3 vur 7 21. Üstünə 1 gəlirəm 22.
9 vur 2 18 üstünə 1 gələm 19. Yəni kənardakı rəqəmləri vurub üstünə 1 yazıb çarpaz içəriyə yazır. Sən bax indi buranın özündə də. Bax diqqət elə. 5 vur 2 10 üstünə 1 gəlir 11 içəri yazır. 3'ü də 8-ə vurmalıyam ki 3 vur 8 24 üstünə 1 gəlir 25 içəri yazım. Deməli bura 8 çatmış. Cavab olur Y variantı. Problemi olan var. Müəllim 47-yə də baxa bilərik. 7'ye baxaq. 7 topla vur 2'ye. 3'dən 1 toplayır 4 vur 2'ye 8. 2'dən 1 toplayır 3 vur 2'ye 6. 5'dən 2'ni toplayır 7 vur 2'ye 14. Cavab olur A variantı. Yediden sonra 45. 13 ilə Müəllim, orada 11'in cəmi. bayaqki misal dedi, Zeyn müəllim zəhmət olmasa bir dənə ona qayıda bilərik 47-yə. Hı -hı. 3-ün üstünə 1 gəldi, 4, vurduq 2-yə 8. Bəs Bəli. orada 6 necə 21 oldu? 21 olmuyor. 21 6 gəlir. 2 ilə 1 toplayıram 3. Vuram 2 6. Hə, elə bəli. Çox sağ ol. 5'də çarpaz baxıram. Bax 13 ilə 11. Cəmi 24'dür. Bunların toxunduğu xanaların da cəmi 24'dür. Bax 7 4 11 8 5 13. 11 ilə 13 edir 24. Bax həmçinin burada bax diqqət elə. 14 ilə 12 26 eləyir. 5 ilə 7 12, 7 ilə 7 14 toplayıb 26 alır. Yəni bir növ 14 7 7 olur, 12 5 ilə 7 olur. İndi 5 ilə sual birləşəndə cəmi 4 1 8 9. Hamısının toplamı eləyir 22 5 çıxacam eləyəcək 17. Yəni bir sözlə bu 17 qarşısında 9 ilə 8-in cəminə bərabər edir. Cavab olur C variantı. Sonra 56. 56-cı sualda birinci burada 3, burada 3 olan fiqurların sayıdır. Bax, burada 3 fiqur var, burada 3 fiqur var, burada 1, 2, 3, 4 fiqur var. Sonra buradakı 3 fiqur 2-nin 1-ə nisbətən bölünür, düzdürmü? Bu o deməkdir ki, bax, diqqət elə mövqelərinə. İkisi qabaqda bir yerdədir, bir onun arxasında. Bax, burada 3-ü də arxa-arxadır üç bucaqların. Öndə, onun arxasında, onun arxasında. Burada 6 bucaqların var, 4 dənəsi var. Biri öndə, biri onun arxasında, ikisi də onun arxasında. Olur 1, 1, 2. Yəni biri öndə, biri arxada, ikisi də arxada. Olur 4, 1, 1, 2. Sonra Müəllim, bəs ortada 3 dənə üsbucaq var. Niyə orada 4 dənə rəqəm yazıb? mövqesini yazır. 3 saydı. Sonra hərəsi bir-birinin arxasında da qaranın arxasında ağ var, ağın arxasında boz var. Biri öndə, biri ortada, biri arxada. 1, 1, 1. Burada bax, biri öndə, biri onun arxasında, arxada ikisi bir yerdədir. Ona görə 1, 1, 2. Aydın de. Aydın müəllim, çox sağ olun. Buyur. Elli dört.
54'te. Buradakı 4 figurun tərəf sayıdır. 6 figurun tərəf sayıdır. 5 də bu figurun tərəf sayıdır. Figurun 1, 2, 3, 4, 5 tərəf var. Bu 4 bölündü hissələrin sayıdır. 6 hissəyə bölünüb, 4 hissəyə bölünüb. Bu da 1, 2, 3, 4, 5, 6 hissəyə bölünüb. Buradakı 2 seçimdəki xətlərin sayıdır. Bax, 1, 2 xət var. 1, 2, 3 xət var. 1, 2 xət var. 1, 2, 3 xət var. Cavab olar 5, 6, 3, C variant. Altmış bir. 61'den. Bax, figurların tərəf sayını qeyd eləsək üstünə. 3 tərəf var, 6 tərəf var. Üçün kvadratının 6'nın kvadratını toplayır. 36 plus 9 edir 45. 4, 7. 7'nin kvadratının 4'ün kvadratı toplayır 65. 4 tərəf var, 6 tərəf var. 4'ün kvadratının 6'nın kvadratını toplayır, eləyir 40 D variant. Burada belə bəziləriniz demişsiniz ki, 3 dən 6'nın cəmi 9 edir, 4 dən 5'in də cəmi 9 edir. Əgər figürədə də əlaqələrinə səndən cavabı 45 alıbsa, sən rovno 45'in özünü almalısan. Yəni bunu 4 plus 5 kimi baxmaq olmaz. İmeni 45'in özünü almaq lazım idi. Birdən sonra baxaq. 55. Figur 8 hissəyə parçalanıb, ikisi qaradır, 8'də 2. Figur 8 hissəyə parçalanıb, 4'ə qaradır, 8'də 4'ü. Toplayır, eləyir 8'də 6. Bu da böləndə 0,75 edirdi. Bu da eyni qaydadan gedir, bu da. Figur 6 hissəyə bölünüb, ikisi qaradır, yəni 6 ikisi. Figur 6 hissəyə bölünüb, 3 qaradır, yəni 6 3'ü. Gedir 6'da 5. Yəni cavab A variant. Müəllim, 61-də cavab neçə oldu? Y variantı. D, D. Aha, D variantı. Çox sağ ol. Kvadratlar cəmidir. Hı -hı. Bildim. 67 var, 67'ye baxaq. 67'nin sual bax qəbul sualıdır. Aşağıdan yuxarıya doğru diaqramda nə iş görüldüyünü tapmalıyım ilk öncə. Burada da bir dənə diqqət elə. Sadə bir dənə məntiqlə düşünürsən, ən sadə məntiqlə cavab bax elə çıxırdı. Burada elə bax bir dənə kəsişməyə bax. C ilə 19 kəsişib 41'də. Ən sadə məntiqlə C ilə 19'dan 41 almaq istəsən, cəmi düşünərsən, düzdürmü? Nə ilə 19 toplasam 41 edir. Ən sadə formanı düşünən, bu metod da ondan ibarət idi. C 22 olmalıdır ki, 22 ilə 9'un cəmi 41 edəsin. 37 ilə 22'nin cəmi 59 eləsin. 59 ilə 41'in cəmi 100 eləsin. Sonra 11 ilə nəyi toplasam 19 eləyər, 8 toplasam. 8 üstənə gəlsəm 22 eləyər, 14'ü gəlsəm. 14 ilə nəyi toplasam 37 eləyər, 23 toplasam. Burada 6 ilə H birləşir 8'də, H2 olur. 2 ilə nəyi toplasam 11 eləyər, K9 olur. 6 ilə 8 toplayanda olur 14. 8 üstə 15 kəndə olur 23. A'mız oldu 100. L oldu 15. K oldu 9. Yəni 15 9 6'ya vurum 600. Doğru cavab olur C variant. Mənim o sağdakı suala da baxa bilərik, zəhmət olmasa. Neçəyə? Sağdakı sual var ya, 67'nin sağında. Baxaq. Bu da qəbul sualıdır. Aşağıdakı dördünün cəmi 49 eləyir. Bu ikisinin cəmi 13 eləyir. 49'dan 13 çıxıram 36. Bu dördün cəmi
35 edir. Bu da 6 edir. 35'ten 6 sıfıram 29. 71. 71-ci sualdan. 71-ə diqqət edirəm. Birinci bu 17 necə alır? Toxunduğu xanaların fərqidir. 25-dən 8-ə toxunur. 25-dən 8 çıxıram 17. Toxunduğu xanaların fərqidir. 13-dən 10-a toxunur. 13-dən 10 çıxıram 3. 20 ilə evə toxunur. 20-dən nə çıxsan 3 eləyər? 17 çıxsın. Buraya yazıram 17. Sonra baxıram. A necə tapılır? Bax, məsələn, bu 12 necə tapılır? 3 vur 2 6, 6 vur 2 12. 3 vur 1 vur 4 edir 12. Burada 4 vur 2 8 eləyir. 8 3 vurmamış 24 alsın. Elde olur 3. Şu. M oldu 17. N oldu 3. K oldu 12. Şu. Bitti gitti. 20 15 55. Sonra 69. 74-ə də baxarıq da müəllim. 69 sadə sualda 69. 11, 25, 16. Yəni ağla gələn iki metod toplamada toplam nə cavab çıxırdı? Toplayanda 52 eləyir. Bunlar toplayanda 47 eləyir. 52-dən 47 çıxıran 5. Kənarları toplayıram. 23 eləyir. 23-dən 13 çıxmalıyam. O da 3 plus 2, 5. 8 çatmır. Şu. 74. 74-də ədədin üzərinə tərəflərinin cəmi gəlir. Bax, məsələn, 10-un üstünə 5 gəlib, 15 gəlib. O gəldi 5 nədir? 5 bucağın tərəflərinin cəmi. 10 plus 5 edir 15. Dairənin tərəfi olmadığına görə 15-in üstünə 0 gəlir, 15 alır elə. Deməli, burada 7 olmalıdır ki, 7-nin üstünə 3 gələndə 10 eləsin. Deməli, sual yerinə D variantı çatır. Yəni 7. Problem var. Xeyr müəllim. Başa düşdüm. Altmış 8. 8 ilə 1-i toplayıram 9, vururam 3-ə 27. Yuxarıya bax tərs formada yazıram. 27 kimi. 6 ilə 2-ni toplayıram 8, vururam 3-ə 24. Yuxarı tərs formada yazıram. Buraya x, buraya y desəm, toplayıb 3-ə vuranda 39 eləsin. Tərs yazım. Deməli, x üstə gəlir y bərabərdir 13-ə. 13-ü 3-ə vurub 39 cavabını alırım. Aşağıda isə çıxıb 3-ə vurur. 8-dən çıxıram 1-i 7, vururam 3-ə 21. Altdan çıxıram 2-ni 4, vururam 3-ə 12 aşağı təsmini yazıram. Deməli, x üstə minus y-dən 3-ə vursam 15 eləməlidir. Deməli, x-dən y fərqi 5 olmalıdır. Yəni, toplayıb 3-ə vurub yuxarı tərs yazır, çıxıb 3-ə vurub aşağı tərs yazır. Burada cəmi 13, fərqi 5 olan ədədlər alt-alta toplasam, y-lər gedir. 2x bərabər 18 isə, x də bərabər 9-a. x9, y4. x9, y4. 68-dən sonra qeyd edeyim, bir şey qalmayıb. Bitirək, yeni dərsimiz vaxt alacaq. 71-ə məncə baxdıq. 85 görürəm burada. Arada qalan varsa desin, baxaq. 85-də topla, çıx, vur, böl. Və oxların demişdik, ölçüləri dəyişəndə əməllər də dəyişə bilər. Burada 7-nin üstünə 3 gəlirəm 10, 4 çıxıram 6.
6 vuram 6 36 böləm 9-a 4. Həmçinin bax 9 üstə gəl 2 11 çıx 3 8. Vur 3 24 böl 4 6. Yenə bax burada topla çıx vur böl. 8 plus 7 15 çıx 3 12. Vur 4 48 böl 6 8. Cavab olur Y variantı. 85'ten başqa. 94'e kimi? 93 müəllim. 93. Kənarları toplayıram. Bax 7, 5, 12, 15, 16, 6, 22, 3, 25 eləyir 5'in kvadratı. Kənarları toplayıram. 36. 6'nın kvadratı. Kənarları toplayıram. 9, 3'ün kvadratı. Kənarları toplayanda 16 olmalı ki 4'ün kvadratı eləsin. 6 çatmırdı. El oldu 6, K oldu 3. Problem var. 1. 91. 91'inci sual. 24 ilə 12 36 6'nın kvadratıdır. 7 ilə 2 9 3'ün kvadratıdır. 36 ilə plus 13 7'nin kvadratıdır. 12 ilə də 4 olmalıdır ki 4'ün kvadratı olsun. Çöldə isə kublardır. 30'dan 34 64 4'ün kubudur. Topladım. 216 6'ın kubudur. Şimdi burada 3'ün kubu 27 olduğuna göre 27'den 16'sı bərabər 11. 11'den 16 27 də 3'ün kubuna bərabərdir. Bitti getdi. 92. 92-ci sualda. Birinci burada emi tapmaq istəsəm. Məsələn, bu 42'ye baxıram. 12 ilə 9 toplayıram. 21 vururam 2'ye 42. 13 ilə 19 toplayıram. 13 ilə 16 toplayıram. 29 vururam 2 58. 22 ilə 3 toplayacağım. 25 vuracağım 2 eləyəcək 50. Kənarlara baxsam, məsələn bu kvadratın içinə. 2 vur 5 10, 2 vur 1 2. 10 ilə 2'ni toplayıram 12. 3 vur 3 9. 1 vur 6 6. 9 ilə 6'ını toplayıram 15. İndi burada 3 ilə 2'nin hasılı 6'dır. Deməli K-nın yerinə hasılı 7 olan bir ədəd qoymalısan ki, toplayanda 13 eləsin. Deməli K-nın yerinə hasılı 7 olan ədəd olmalıdırsa A, D, B getdi, C ilə Y qaldı. Sonra indi sağ tərəfə baxsam. 34'dən 13'dən 9'u necə alır? 3 vur 4 12, 1 vur 3 3. 12'dən 3 çıxır 9. 4 vur 5 20, 1 vur 4 4. 20'dən 4 çıxır 16. 5 vur 6 30, 30'dan 18 çıxmalıyam ki 12 eləsin. Bu da variantlarda elin yerində hasılı 18 olan 6 vur 3. Cavab olur Y variantı. 94. 94'ün cevabı səhv düşmüş deyəsən. 94'te cavab A variantı. 94'üncü sualda. Birinci üçbucaq nə iş görür? Bax, 4 üçbucağın içindədir. Üçbucaq bölür 2. 4'ü bölür 2'ye 2. 6. Üçbucaq 2'ye bölür. 6'ın bölüm 2 3 ortaya düşür 3. 2 üçbucağın içindədir sonra düşüb 2 bölü 2 eləyib 1. Deməli üçbucağın gördük 2'ye bölməlidir. İndi mən də burada 8'i böləcəm 2 eləyəcək 4. Burada problem var. Dairə nə iş görür bəs? 3'dən 6 alıb. 3'ü vurur 2'ye 6. 4'ten 8 alıb. 4'ü vur 2'ye 8. 1'i vur 2'ye 2. 2'ni vur 2'ye 4.
İndi baxıram son olaraq kvadrat nə eşkür? 6-dan 8 alıb 6-nın üstünə 2 gəlir. Üstdən 5 alıb 3-ün üstünə 2 gəlir. İndi burada da deməli mən 5-in üstünə 2 gəlsəm idi 7. Cavab olur 474. A variantı. Problem var. Doksan dörtdən sonra qeyd edilən suallarımızı bitirək. Yeni dərsimizə başlayaq sonra. 94'ten sonra sualın var mı? Yoxdursa, yavaş-yavaş təzə dərsimizə doğru keçid alaq. Belə, fiqurədə də əlaqələrini bitirdik. Fiqurədə də əlaqələrini dediyim kimi, qəbula 2 və ya 3 sual düşür. Əksər vaxtda 3 sual. Yəni, önəmli mövzulardan biridir. Və ümumiyyətlə, qəbula çətin tiplərdə düşür. Ona görə biz nə qədər çox test işləyib, praktik elə bilsək, bu qədər bizim xeyrimizdir. Ona görə fiqurədə də əlaqələr çox önəmli mövzulardan biridir. Bu il də cədvəllər mövzusunu keçəcəm və bu mövzudan da qəbul 2 dənə sual düşür. Sonra daha əvvəldən Kakura keçsəm Yapon 12-yə. Kakuradan da bir sual sizin qəbul imtahanı birinci cəhdə düşmüşdü. Onun əvvəl heç vaxt yox idi, amma sizin cəhdə düşmüşdü. Ona görə yeni sual tiplərindən biridir. Kakuranın düşmə ehtimalı var. Ona görə bugünkü dərsdən 3 bal əldə edə bilərik. İnşallah ki, tam mənimsə bilsək. Bir dənə qrupa yazın. Dərsən başladıqdan sonra inşallah davam eləyək. Bir dəqiqə gözləyin, qrupa yazın. Belə, davam eləyək. Cədvəllər mövzusuna başlayırıq bu gün. Cədvəllər mövzusu test sayı 80 dənə sualda ümumilikdə cədvəllər özü 3 yerə bölünür. Aşkar tipli cədvəllər, qeyri-aşkar tipli cədvəllər, bir də sərbəst tipli cədvəllər. Yəni burada artıq cədvəllər mövzusuna bir növ keçdiyimiz bölmələrin kombinasiyası kimi bir şey deyə bilərik. Yəni aşkar tipli cədvəllər bildiyimiz tənliklər həll edəcək. Qeyri-aşkar tipli cədvəllər bildiyimiz qeyri-aşkar operatordur. Sadəcə onu cədvəllərlə verib, sərbəst tipli cədvəllər də ilə. İlk olaraq, məsələn, aşkar tipli cədvəllər nə deməkdir? Məsələn, bax, birinci sualdan başlayıram. Cədvəlin həmişə ilk olaraq yuxarı sol küncə baxırıq. Görürəm, burada toplama verilib. Deməli, mən cədvəlin daxilində verilən kəsişmələri toplayaraq kənardan qeyd eləməliyəm. Bax, necə? 24 harda yerləşir? A ilə C-nin kəsişməsində. Deməli, A ilə C-nin cəmi 24 olmalıdır. 26 harda yerləşir? A ilə B-nin kəsişməsi. Deməli, A ilə B-nin cəmi 26 olmalıdır. 22 harda yerləşir? B ilə C-nin kəsişməsində. B ilə C-nin cəmi 22 olmalıdır. Ümumiyyətlə, bunları qeyd edəndən sonra, bax, görürsünüz, tənlik alındı. Bu tənlik müxtəlif olmalı, onu həll edə bilərəm. Lazım olsa alt halda toplayacağım, lazım olsa alt halda çıxacağım, vuracağım, böləcəm və yaxud lazım olsa əvəz eləyəcəm. Yəni, səndən tək tələb olunan tənliyi doğru şəkildə həll eləməyindir.
Ümumiyyətlə bir çox sualın həlli də, hamısı demirəm amma bir çoxun həlli. Alt ada toplamı ilə gedəndə cavaba gedib çıxırsan. Sən gəlib bax burada həll üsullarından birini deyirəm. Üçün də alt alta toplasan. 2A üstə gəl 2B üstə gəl 2C bərabər olur. 26, 24, 50 üstə gəl 22, 72-yə. Hər tərəfini 2 ixtisar aparsan, A, B, C-nin cəmi də bərabər olur 36-ya. Buradan problemi olan var. Müəllim nəyi ixtisar elədiniz orada 36 alındı, onu bilmədim. Hər tərəfini 2-yə böldüm də. 2A üstə gəl 2, B üstə gəl 2C bərabər 72. Hər tərəfini 2-yə böldüm. Hə, bildim. A plus B plus C oldu 36. İndi gəl burada əvəz elə, bütün hamısının qiymətini tap. A ilə B-nin cəmi 26 deyildi. Gəlib A ilə B-nin yerinə 26-nı qoysam, 26-nın üstünə 10 gəlməliyəm ki, 36 eləsin. Deməli, C-miz oldu 10. C-miz 10'dursa, B 12'dir ki, toplayanda 22 almışsan. C-miz 10'dursa, A'mız da 14 ki, toplayanda 24 almışsan. A oldu 14, C oldu 10, B de oldu 12. Şu bitti gitti. Problem var. Evet. Mesela başka sual tipine bakalım. 2 de toplamadı, 3 de toplamadı. Mesela bak, üçüncü sualda fərqli bir kəmiyyət var. Üçüncü suala baxaq. İlk olaraq yenə verilənləri qeyd edirəm. A üstə gəl B bərabərdir 2C-yə. B üstə gəl C bərabərdir 22-yə. A üstə gəl C bərabərdir 30-a. Bax, yenə tənlik. Gəl bu tənliyi həll etməyə çalışaq. Hər üçün alt-alta toplayıb, oradan da gedib cavaba çıxmaq mümkündür. Və yaxud gəlin daha sadə formasını deyimsə, ümumiyyətlə çalışın. Bax, 3 dənə tənlik varsa bu şəkildə. İkisinin cavabı məlumdur, biri məhsuldursa, və gəlib bu məlum olanların ikisini alt-alta toplasam, A üstə gəl B, üstə gəl 2C bərabərdir 52 yazsam, buradan da A plus B 2C'yə bərabər deyildi. Gəlirəm A plus B-ni yerinə 2C-ni qoyuram. 4C eləyir 52. Buradan da C'miz bərabər olur 13-ə. Doğru cavab olur D variantı. Problem var. Evet. Bir iki sualla göstərim indi. Sonra sizdən birini soruşacağım. Görüm necə gedir vəziyyət. Bu 5, 6 heç bunlar rahatdır. Bunlar vurmalar gəlir. Vurmalar görə toplamı ilə bağlı. Sən toplamı ilə bağlı suallardan birini də göstərim. Və 23-cü suala baxıram. P üstə gəl P bərabərdir 3-ə yazıram. P üstə gəl P bərabərdir 3-ə. Y üstə gəl Y bərabərdir 8P-yə. Bax, suala diqqətlə baxsan əslində çox rahat idi cavabı. Bizdən P-ni istəyir və bütün variantlarda Y var. Deməli, P ilə Y-i əlaqələndirməliyəm. Elə burada Y üstə gəl Y 8P-yə bərabərdirsə, deməli Y də bərabər 4P-dir də, düzdürmü? Yəni 2Y 8P-dirsə, 1Y 4P-dir. Buradan da P-miz nəyə bərabərdir? Y bölünsün 4-ə. Yəni hasılı vuran məlum vurğu. Cavab olur B variant. Bu da getdi. Gəl qaydaq, vurmalardan göstərim. Sonra həm toplum, həm vurma olan tiplərindən göstərəcəm. Məsələn, vurmalardan. Bax, məsələn, 7-ci sualıya görə bizə nə verir? Yuxarı sol küncə baxıram, vurma var. B vurulsun C 18 eləyib. A vurulsun D 20 eləyib. Bax, bizə sadəcə 2 dənə kəmiyyət verir.
İndi aşağıdakı ifadənin cavabını bizdən istəyirsə, buradan AC üstəgəl BD-ni tapmaqdan ötürü birinci gəl buradakı mötərizəni açaq. Görək buradan hansı ipucunu çıxarda bilərik. Bu mötərizəni vurub riyazi ifadə kimi açsam, AC üstəgəl AD üstəgəl BC üstəgəl BD bərabər 91-ə. Buradan problem yoxdur. Bəli. BC-nin hasili 18-dir. Bura qoyuram 18. AD-nin hasili 20-dir. Bura qoyuram 20. 20 üstəgəl 18. 38 üstəgəl AC üstəgəl BD bərabər 91-ə. Buradan da AC üstəgəl BD bərabərdir 91 çıxı 38. Yəni 53-ə doğru cavab olur B variant. Bitdi getdi. Problem yoxdur. Gəlin onda bir dənə. Bax, bunları keçdim. Met vurmalar rahatdır. Bir dənə sizə qəbul sualı göstərim. Bax, məsələn, 20-ci sual. Məşhur sualda qəbula düşmüş. Yuxarı sol küncə baxıram, yenə vurma verib. Deməli, verilənləri vurma ilə qeyd eləməliyəm bu səfər. Aşağı baxıram. F çıxılsın K 48-dirsə, birinci gəl F-i tapaq. F harda yerləşir? E ilə E-nin kəsişməsində. Deməli, Y-ni Y-yə vuranda 48 eləyirmiş. Yəni Gəlirəm burada F-in bir yerinə dənə yazıram. Y. Aha, də 1 verə bilirik də. M vur M, M-dirsə deməli 1 bəli. çıxır. Bəli, M axırda gələcəm, düzdür. Birinci bunlar tutaq, sonra gələcəm. F yerləşdi E-lərin kəsişməsində, oldu E kvadratı. Çıxılsın. K harda yerləşir? N ilə N-in kəsişməsində. Yəni N vur N, N kvadratı. Bərabərdir 48-ə. İndi kim deyər, bu müxtəsər vurma düsturun açılışı necə olacaq? A açıq B, A üstəgəl B. Hasilə yoxsa? Bəli. Y kvadrat çıx N kvadratı müxtəsər vurma düsturu. E çıxılsın N, vurulsun E üstə gəlinsin N. Bu bərabərdir 48-ə. Bax, bu düsturun açılışı odur. Fərqinə gəlib 4 qoysam, cəmi də gərək 12 olsun ki, 4 vur 12, 48 eləsin. Deməli, fərqi 4, cəmi 12 olan ədədlər lazımdır bizə. Bu da 8 ilə 4. Desəz ki, haradan tapmışıq? Bunları alt alda toplasam, n-lər ixtisar gedir. 2y 16-dırsa, y bərabərdir 8-ə. Y 8-dirsə, n də olur 4. Buradan sıxıntı yoxdur. M harada yerləşir? M-i vururam M-ə, M-in özünü alıram. N-i vururam M-ə, N-in özünü alıram. Y-ni vururam M-ə, Y-nin özünü alıram. Deməli, M 1-dir ki, nəyi 1-ə vurdum, özünü almışam da, düzdürmü? M də olur 1. 8 vur 4 vur 1 olur 32, cavab olur A variant. Belə. İndi gəlin bir dənə sual sizdən soruşum. Aşkar tiplərdən. Qəbul sual soruşam. 24-cü sual nə həll edin, sonra keçək qeyri-aşkar tiplərinə. Tapan çatda doğru variantı yazsın.
C cavabı. Baxaq. Və birinci verilənləri qeyd edirəm. Yuxarıda görəm toplama var. Deməli A ilə C-nin cəmi 14. A ilə B-nin cəmi 12-dir. Sonra burada vurma verilir. B ilə C-nin də hasili 63. Ümumiyyətlə heç burada tənni falan qurmaq ehtiyac yoxdur. Heç tənniyə girib çıxamayasın onsuz da. Hasili 63 olan 2 dənə rəqəm düşünün. Nəyi vursan 63 eləyir? Avtomatik ağla neçə gəlir? 9 vur 7, düzdür? Yəni çünki 63-ü sən başqa ala bilərsən 21 vur 3-dən. Durub mən bunların birinə 21 versəm, çünki bunların cəmi necə gəlib 14-dən 12 ola bilər ki? Ödəmir axı. Avtomatik ağla gələn 9-dan 7-dir. Heç tənniyə ehtiyac yox idi. Bəs hansına 9, hansına 7 verim? Bax, elə avtomatik burada görünür. C-nin qiyməti böyüksə, deməli C 9-dur. Bunlar alt-alta çıxsam, A-lar gedir. C minus B bərabər olur 2-yə. Deməli 9C imiş, 7B imiş. B 7-dirsə A 5-dir, C 9-sa A 5-dir. 5 çıxarsan 9 da gəlinsin 7. Bu dediyi 3 cavab olur C variantı. Çətinlik var. Əla. Bol daşlar tipli cədvəllər. Bunları keçdim. Bunları tənni qursan, tənniyən cavabı çıxardırsın. Keçirəm qeyri-aşkar tipli cədvəllərə. 31-dən sonra gələnlər qeyri-aşkar tipli cədvəllərdir. Yəni, bu bildiyim qeyri-aşkar operatordur. Sadəcə bunu cədvəlin daxilində verir. Sən bu səfər üçün yuxarı sol küncə baxsam, alfa işarəsi verib. Normalda alfa deyə bir anlayış yoxdur. Bunun gördüyü funksiya yoxdur. Ona görə kəsişmələrə baxıram. 5 ilə 2-dən 9 almaq lazımdır. 8 ilə 7-dən 22 almaq lazımdır. 13 ilə 4-dən 21 almaq lazımdır. Kim bilir bu necə ala bilər indi? Burada nə iş görüb? İkinci tərəfi 2-yə vurub toplayırıq burada. Bəli. Bax, bildiyim qeyri-aşkar operatordur. 5-in üstünə 2-nin 2 mislinin 4 gəlir 9. 8-in üstünə 7-nin 2 mislinin 14 gəlir 22. 13-ün üstünə 4-ün 2 mislinin 8 gəlir 21 alır. İndi burada 8 ilə 2-dən A-nı alıramsa, 8-in üstünə 2-nin 2 mislinin 4 gələcəm 12. 5-in üstünə 4-ün 2 mislinin 8 gələcəm 13. A-mız oldu 12, B-miz oldu 13. 2 vur 13 dedi 26. Bildim qeyri-aşkar operator. Bundan 2-3 dənə sual da göstərim. Məsələn, bax 33-cü sual. On 8 ilə 61-dən 63 alır. Rəqəmlərinin cəmi bir-birinə vurdu. Bax, 1 ilə 8-i toplayır 9, 6 ilə 1-i toplayır 7, 9-u vurur 7, 63. 2 ilə 3-ü toplayır 5, 1 ilə 2-ni toplayır 3, 5-i vurur 3-ə 15. Mən də 1 ilə 8-i toplayıram 9, 3 ilə 3-ü toplayıram 6, 9 vuram 6, 54. Cavab olur C variantı. Bura kimi problem yoxdur. Verməyəm. Yaxşı, gəl onda bir dənə sual da göstərim sizə. Bunun fərqli formaları necə olacaq? Bax, 47-ci suala baxıram. Yenə qeyri-aşkar operatordur və cədvəlin daxilinə bəzilərində rəqəmlər verib, bəzilərində açıq qoyulub. Birinci gəl biz burada rəqəm yazılan, yəni cavab yazılan xanaların necə alındığını tapaq. 11 ilə 5-dən 16-nı alanda sadə toplayır da. Cütləri Asıl. yazı təzəri çıxır. Sal. Bax, bəli. Bu yeni sual forması. 11 ilə 5 toplayır 16. 11 ilə 9 toplayır 20. 9 ilə 5 toplayır 14. 11 ilə 2-ni toplayanda 13 eləyir. Yazmama səbəbi tək ədəd olmağıdır. Deməli topla. Cüt olanı cavabı yaz.
Tək olana çıx qoy. Sən bax, indi 9-dan 2-ni toplayıram, 11 təkdir, çıx qoyuram. 9-dan 6-nı toplayıram, 15 təkdir, çıx qoyuram. 8-dən 5 toplayıram, 13 təkdir, çıx qoyuram. Şu, cavab olur 3 dənə çıx, A variant. Sən başqa bir sual göstərim. Müəllim, orada ola bilər ki, məsələn, bir cüt ardıcıllıq versin biz təkləri, yəni ancaq tək olmur da cüt də ola bilər. Təbii ki, Şərti ola olur bilər yoxsa? təklər yazar, cütlər qalar. Hə, çox sağ ol. Və yaxud da ola bilər ki, ümumiyyətlə tək cüt məna olmaz, başqa bir tema olar. Məsələn, bax, 37-ci sual bax. 6 ilə 3-dən 3 almaqdan ötürü. Toplayıb bölür 3-ə. Topladım 9, 3-ə böldüm 3. 12 ilə 3-ü toplayıram 15, 3-ə böldüm 5. Topla böl 3-ə. Bəs 12 ilə 2-ni niyə görə çıx qoyub? Çünki 12 ilə 2-nin cəmi 14, 3-ə bölünmür, ona görə çıx qoyub. 15 ilə 2-nin cəmi 17, 3-ə bölünmür, ona görə çıx qoyub. Deməli, toplayıb 3-ə bölürsən. Bölünürsə cavabı yaz, bölünmürsə çıx qoy. 15-dən 6-nı topladım, 21, 3-ə bölürəm 7. 12-dən 12-ni topladım, 24, 3-ə bölürəm 8. 2 vurulsun 8, çıxılsın 7 edir, 9 cavab olur A variantı. İndi yaxşı. Bir də qeyri-aşkardan bir dənə şey deyim sizə. Ola bilər ki, bir sualın daxilində 3 dənə müxtəlif iş olar, üçünü ayrı-ayrı tapmalı olarsan. Məsələn, bax, 53-cü sual o tipli sual idi. Yuxarıda operator verib, amma solda A, B, C hərfləri verib. İndi sən burada 3-dən A-dan 9 almayasan ki, nə bilirsən A nədir? Ona görə ayrı-ayrı gördüyü işləri tapmalısan. 3-dən 9, 7-dən 49 alanda nə iş görür? Kvadrata yüksəldi. Bəli. Deməli, A-nın gördüyü iş kvadrata yüksəltməkdir. 4-ün kvadratı K eləyəcək 16. B 3-ə vurur. O bir Bəli. də üstünə gəlir də 4 gəlir. 3-dən 9 alanda, 7-dən 21 alanda 3-ə vurur. 4-ü vuracam 3, 12. Bəs 3-dən 7, 4-dən 9 necə alır? 2-yə vurub 1 gəlir. Bəli, 2-ə vurub 1 gəlir. 3 vur 2, 6, üstə gəl 1, 7. 4 vur 2, 8, üstə gəl 1, 9. 7 vur 2, 14, üstə gəl 1, 15. 16, 12, 15. 16-dan çıxırsan 15, üstünə gəlirsən 12. Bitdi, getdi. Belə. Bu da oldu qeyri-aşkar tipli cədvəllərimiz. Bunlar da getdi. 56-dan sonra sərbəst tipli cədvəllər gəlir. Bizi bax ən çox yoracaq bu sərbəst tipli cədvəllərdir. Çünki bu sərbəst tipli cədvəllərdə belə konkret bir say yol yoxdur. Yəni ən azından qeyri-aşkar tipli cədvəllərdə mən məsələn bilirdim ki, 15-dən 58-dən 53 alınmalıdır ən azından. Amma burada ki, onu da bilmirəm. Random olaraq cədvəlin için rəqəmlərlə doldurur. Sən gəlirsən buradan cavab çıxartmağa çalışırsan. Mən baxıram. Məsələn, 56-da nə iş görürdü? Bəziləri deyirəm. 9-u bölürəm 7-yə. 7, o da bərabər 3 ilə 4-ün cəmini. 56-ı bölürəm 4-ə. 14, o da bərabərdir 7 ilə 7-nin cəmini. 42 bölü 3, 13 bərabər 9 ilə 5-in cəmini. 14 bərabər 9 ilə 5-in cəminə. 28 bölü 4, 7 bərabərdir 2 ilə 5-in cəminə. Yəni, bu ümumiyyətlə sərbəst tipli cədvəllərdə konkret ümumiyyətlə qayda yoxdur. Random olaraq cədvəlin için rəqəmlərlə doldurur. Sən oradan qısa yol axtarıb tapmalısan. Ola bilər bu ikisinin cəmi bu ikisinin cəminə bərabər olar. Ola bilər bu üçünü toplayar, 4-cü xanaya cavabı yazar. Ola bilər birinci ilə üçüncünün hasili ikinci ilə dördüncünün hasilinə bərabər olar. Ola bilər məsələn 7, 3, 2, 1 yazar. 7 vur 3 bərabər 21 kimi düşünərsən. Ola bilər sütun üzrə bu ikisinin cəmin üçüncüyə bölər yazar cavaba. Yəni ağlına gələ bilən hər şeyi tətbiq edə bilər. Sən sadəcə baxıb buradan bir qısa yol çəkməlisən. Məsələn, 61-ci sualda kim deyir 61-də nə iş görüb?
7-ni 5-ə vurub 35, 5-i 5-ə vurub 25. O birində demiş. 4'ü 9'a vuranda 67 olur. Ha, onda da 67 olur. Alınmadı. Nəyə fikir şimdi deyək? 7-ni 5-ə vurub 4 çıxır. Sonra 5-i 5-ə vurub 9 çıxır. 7 vur 5 35, 4 çıxır 31. Hmm. 5 vur 5 25, 9 çıxır 16. 3 vur 2 6, 6 çıxır 0. Cavabı C variantı. Sonra məsələn birini də göstəreyim. Sən bax 62-ci sual. Çünki burada sətir üstün cəmlər bax burada da keçərlidir. Sən 62-ci sualda söhbət üstün üzrə cəmlərdən gedirdi. Bax 8 üstəgəl 4 12, üstəgəl 3 15, üstəgəl 5 20 eləyir. 7 üstəgəl 4 11, üstəgəl 7 18, üstəgəl 2 20 eləyir. 5 8 13, üstəgəl 1 14, üstəgəl 6 20 eləyir. 4 3 7, üstəgəl 9 16 edir. 20 üçün 4 çatmır. Cavab olar A variantı. Üstün üzrə cəmlər, sətir üzrə cəmlər də sənə bir ardıcıllıq verə bilər. Eynidə də bərabər ola bilər. Ardıcıllıq da verə bilər. Bir də sərbəst tipli cədvəllərdə 69-a bax bu 70-ə qayıdacağam. Ən axırda bu 70 tipisini izah edəcəm. Sonra sərbəsti bitirəcəyik. 69-a bir dənə diqqət eləsəz, burada sizə sözü kömək eləyirdi. Bax bu nə deməkdir? Bax bura diqqət elə. Görürsən ən sondakı xətt qalın xətt nisbətən. Bu deməkdir ki, bu sağda verilənlər cavabdır. Sən solda verilən ədədlərdən cavab almalısın. Bəli. Bax 78-dən çıxır 63-ü eləyir 15. 48-dən çıxır 27-ni eləyir 21. İbrad 61-dən çıxacam 54-ü eləyəcək 7. Doğru cavab olacaq C variantı. Yəni qalın xətt varsa o deməkdir ki, sənə cavabın yerini göstərir. Bir də burada bu 77 tipli qrafiklər var ki, 75, 76, 77, daha doğrusu 75, 77 tipli. Bunlar çox rahatdır. Sənə bax cədvəlin içindən 3 dənə ipucu verir. Bu ipucuları dəyərləndirib onların içindəki rəqəmləri tapmalısan. Sən birinci ipucunu dəyərləndirəsi olsan, 3, altında 8, sağında 5 olan hissəni axtarıram. 6 olur C. Bəli. O da bax bu hissədədir. 3, 8, 5. Deməli, burada da C-nin qiyməti bərabər imiş 6-ya. Bax burada, bax bu hissə. C olur 6. C-yə verdim 6-nı. C-yi 6 versəm, mənə lazım 4 altında 1 solunda 6 olsun. Bu da bax buradadır. 4 solunda 1, altında 1 solunda 6. Bax bu hissədə. B-miz olur 7. Ən sonunda da elə bir hissə tapıram ki, 8, 7, 2, 7 gəlsin. O da bax burada. 8, 7A, 2, 7A. A-nın yerində 9 var. Düşüb, bitdi, getdi. Problem var. Yəni. Gəlin bir dənə bu 74 tipli sualları da göstəreyim. 74, 70 tipli suallar. Buradan 2 dənə sual var. Bunlar sizə qalır sinif tapşırıq olaraq. Şunların da öz nümunə var. Mən bunu birinci cədvəl saytımızda olan sual tipindən göstərəcəm. Bu ikisi qalsın seyf tapşırıq olaraq. Ondan sonra bitirək cədvəlləri. Belə 108-ci sual eyni tipdədir. Ümumiyyətlə bu tipli sual sizin xeyrinizədir, çünki bunun qısa yolu var. Bax, əgər sual daxilində 2 dənə cədvəl bu şəkildə bir-birindən birləşibsə, və görürsən ikisi bir-birindən birləşib.
və 5 iki cədvəlin kəsişmə nöqtəsidir. İki dənə həll qaydası var. İkisini də yadda saxlayın. İkisi də çox önəmlidir. Birinci həll qaydamız. Bax, bunu yuxarıdan aşağı adlandıram A, B, C, D olaraq. Bunu aşağıdan yuxarı adlandıram A, B, C, D olaraq. Birinci qayda. A'lara 1, B'lərə 1, C'lərə 1, D'lərə 1 baxıram. Bax, birinci A'lara baxıram. Eyni olan rəqəmləri ixtisar elə. 2 burada da var, burada da var, getdi. 3'lər getdi, 6'lar getdi. Burada 4 qaldı, burada 8 qaldı. Yazıram kənardan 4, 8. Keçdim B'lərə baxıram. 7 getdi, 9 getdi, 1 getdi. Burada 5 qaldı, burada 9 qaldı. C'lərə baxıram. 4 getdi, 8 getdi, 2 getdi. Burada 0 qaldı, burada 4 qaldı. Və nəhayət son olaraq D'lərə gələndə 5 onsuz da ikisinə kəsişməsində də atıram. 7'ləri atıram, 9'lar eyni də atıram. Burada 1 qaldı, burada sual qaldı. Deməli 1-dən gedir suala. Aradakı eyni qanuna uyğunluq 4 gəlir, 4 gəlir, 4 gəlir, 4 gələcəm eləyəcək 5. Cavab olur 5. Burada problem var. Müəllim, amma ikinci cədvəldə sual olmasaydı, sual birinci cədvəldə olsaydı, onda da çıxacaqdı da 4, hə? Bəli, bəli. Oradakı ədədin 4 çıxıb yazalım təbii. Müəllim, əslində bu şeydir də, sıraların cəmi bir-birinə bərabər olmalıdır kimi. Yəni toplayanda eyni olmalıdır qiymətlər, bərabər olmalıdır. Bu başqa bir qanun. Onu deyəcəm. Mənim burada mən cavabı başa düşmədim. 5-i necə aldıq biz? Burada bir ilə sual qalmadı. Ən axırda burada 1 qaldı, burada Aha, sual qaldı, düzdür? aha. Bir digərinə 4-dən 8-ə gələndə 4 artırmışam. 5-dən 9-a gələndə 4 artırmışam. 0-dan 4-ə gələndə 4 artırmışam. Ha, 1-dən suala gələndə yenə 4 artıracam, eləcə 5-dən. bildim, başa düşdüm. Çox sağ olun. Burada problem var. Birinci cədvəl sən qabaqlaşdı bu qayda ilə baxırsan. Sadəcə bir dənə də detal deyirəm, sonra ikinci qaydanı deyəcəm. Ola bilər ki, həmin bu eyni rəqəmlər siləndən sonra bax bu şəkildə qalar əlaqə. Birinci 6-dan 3-ə gələr, ikinci 6-dan 3-ə gələr, üçüncü 8-dən 4-ə gələr, sonuncu 4-dən suala gələr. Yenə deyirəm, hamısı arasında eyni bir qanun uyğunluğu olmalı. Daha 3 azalıb, 3 azalıb, 4 azalıb deyə baxmırsan ha. 6'nın yarısı 3, 6'nın yarısı 3, 8'in yarısı 4'dürsə, 4'ün də yarısı 2 olacaq. 2 götürərsən şu anda. Yəni, fərqli rəqəmləri qeyd elə, arasındakı qanunla cavabı çıxart. Burada problem var. Xeyr, müəllim. Hə. İkinci həll forması. Ola bilər ki, sənin qabağına sual çıxar. Bax ki, bunları silin. Bu birinci həll forması idi. Məsələn, sən bu şəkildə adlandırandan sonra baxarsan ki, məsələn deyirəm, buradakı A-lar 1, 3, 5, 7-dir. Buradakı A-lar 2, 4, 6, 8. Sən baxarsan ki, A-lar arasında eyni rəqəm yoxdur. Və yaxud bir dənə eyni rəqəm var. Yəni 3 dənə yoxdur ixtisar edə biləcəyin. Əgər sətirlər arasında eyni rəqəmlər olmasa ixtisar edə biləcəyin. İkinci qayda necə əldə eləyərsən? Sətir üzrə cəmlər qaydası ilə. Hər bir sətrin cəmin yanına yaz. 6 üstəgəl 4, 10, üstəgəl 3, 13, üstəgəl 2, 15. 9, 1, 10, 5, 15, 7, 22. Bu da 4, 14. 5 üstəgəl 7, 12, 1, 13, 9, 22. Onu burada qeyd eləsəm, A sətrini toplayıram. 14, bu da 5, 19. B sətri 19, bu da 7, 26. C sətri 6, 8. 14, bu da 4, 18. D sətri 5 ilə 7, 12, üstə gəl 9, 21. İndi diqqət elə, sətir üzrə cəmlər 15, 19, 4 artıb. 22, 26, 4 artıb.
14, 18, 4 artıbsa 22'də 4 artıb 26 olmalıydı. 9, 7, 16 bu da 5. 21 var, yenə 5 çarpımı cavab olacaq D variantı. Yəni sətr üzrə A-lar, B-lər, C arasında eyni rəqəmlər olmasa, onda cəmlər şəklində baxırsan. Sual alalım. Problem yoxdur. Hə. Bu da oldu bizim cədvəllərimiz. İndi keçək Kakuroya. Cədvəllərdən 80 dənə sual var. Burada bəzi suallarda, məsələn, adında qalan biri var, bunu deyirəm düzəldin. 2 dənə sualda çapda səhv var, onlar deyəcəm, onlar düzəldərsiniz. Burada 5 58-ci sualda. Burada 5 olmalıdır. Onu düzəldərsiniz. O biri suallarla bağlı deyəcəm. Bir iki dənə sualda rəqəm səhv var idi. Onları deyəcəm inşallah qrupa atacağım. Bir də burada 76-da sual düzdür. Sual taparsınız, amma cavab variantlarda olmayacaq. Yəni o sizi çaşdırmasın. Siz doğru cavabı almağa çalışın. Keçdim Pakuroya. Kitabdakı ən sonuncu səhifədə gəlir Kakuro və sizin son qəbul imtahanınıza düşən sual və Kakuro tipindən idi. Sizin qəbul düşən sualı izah edəcəm inşallah ki. Və baxıram. Kakuro da mahiyyə nədən ibarətdir? Və bir dənə sualın şərtini oxuyum, sonra həll formalarını göstərəcəm. Deyir ki, Kakuroda sütun və ya sətr üzrə ardıcıl A rəngli xanalardan əmələ gələn blokda yazılmalı ədədlərin cəmi həmin blokdan əvvəlki üç bucağı blokun solunda və yuxarısında ona birləşən üzərində qeyd olunur. Blokdakı ədədlər bir rəqəmlidirlər, təkrar olunmurlar və onların arasında sıfır yoxdur. Sual işarəsinin yerinə yazılmalı ədədi tapın. Və mahiyyət nədir? Gəl sualın birinci qaydasını izah edeyim, sonra qısa yollarını deyəcəm sizə gedişatları. Səncə birinci sual göstərim, elə ortadakı suallardan başlayayım. Məsələn, dördüncü sualdan başlayaq tutalım. Yəni boş faydaçam. Bax, Kakuro mahiyyəti nədir? 1. Sən burada ağ rəngli xanalara bir rəqəmli ədədlər yazmalısan və onların arasında sıfır olmamalıdır. Yəni 1-dən 9-a kimi rəqəmlər yazılacaq. Yazdığın rəqəmlər sətr və sütuna təkrar olunmamalıdırlar. Yəni tutalım sən gətirib bura 9 yazmısansa ixtiyari bir yerə, məsələn bax bura. Bu sətrə və bu sütuna 9 yaza bilmərsən. Amma çarpazına 9 yaza bilərsən. Bunda bir sıxıntı yoxdur. Amma sətr üstündə olmaz. Növbəti qayda. Yazacağın rəqəmlər məsələn buraya yazacağın 3 dənə rəqəmin cəmi 23 eləməlidir. Buraya yazacağın 3 dənə rəqəmin cəmi 19 eləməlidir. Buraya yazacağın 3 dənə rəqəmin cəmi 22 eləməlidir. Sən bura 11 yazırsan, tam düzdürmü? Buraya elə 3 rəqəm yazmalısan ki, 11 eləsin. Məsələn deyirəm 7, 3, 1 məsələn. Yəni bu şəkildə rəqəmlər yazıb orada verilən cavabı almalıyam. Burada problem var. Hə. Gəl onda keçək sualı həll eləmək. Sual necə həll edəcəm? Hardan başlamaq lazımdır? İpucularını qeyd edirəm. Bax.
Bu yazdıqlarımı qeyd eləyin, sonra sizə lazım olacaq. 3 xanalı kakololarda, 3 xanal dediyim nədir? Bax, 3-ün 3-ədir də ölçülər, A xanalar. 3 xanallarda ipuçları hansılardır? Əgər sənin qabağına hardasa 24 qabaq çıxsa, 24 rəqəmi, sən 24 rəqəmin 3 müxtəlif rəqəmin cəmi kimi ancaq 9, 8, 7-ni toplayıb ala bilərsən. Sonra 23 rəqəmi. Tamam, bax sən 23-ü gördün. 3 rəqəmi toplayıb 23 almalı deyilsən. Ancaq 9, 8, 6-nı toplayıb ala bilərsən. Sonra 7 rəqəmini alanda ancaq 4, 2, 1-i toplaya bilərsən. Bir də 6 rəqəmini alanda ancaq 3, 2, 1-i toplaya bilərsən. Növbəti ipucularım. Harda 24 ilə 10 kəsişdi, kəsişmə 7 yazarsan. Harda 23 ilə 10 kəsişdi, kəsişmə 6 yazarsan. 21 ilə 7 kəsişəndə 4 yazarsan. 20 ilə 7 kəsişəndə 4 yazarsan. 20 ilə 6 kəsişəndə 3 yazarsan. 3 xanallarda olan bütün ipucularım bunlardır. Əgər 2 xanalı olsa, 2 xanallı ipucularını da bura qeyd edin bir dəfəlik, sonra keçək suala. Hardasa sənə 2 rəqəmlə 17 almaq tələb olunsa, ancaq 9-dan 8 toplaya bilərsən. 16 tələb olunsa, ancaq 9-dan 7-ni toplaya bilərsən. 4 tələb olunsa, ancaq 3-dən 1-i toplaya bilərsən. 3 tələb olunsa, ancaq 2-dən 1 toplaya bilərsən. Şöh. Yəni sənin Kakuronu həll eləyəndə əsas bilməli olduğun qısa yollar və bunlar da qısa gedişatlar. Bunu bir dənə SS eləyərsiniz. Hazır əlinizdə olsun. Keçirəm sualın həllinə. Üzr istəyirəm, bu üstə yazmısınız 2. Onu başa düşmədim bir dənə. 2 xanadır. 2 xana olsa əgər 17 tələb olunsa 17-nin 9-dan 8-dən alassan ancaq. 16 olsa 9-dan 7-dən alassan. 4-dən ancaq 3-dən 1-in cəmini ala bilərsən. Yəni 2 rəqəmin cəmi tələb olunsa ancaq bu 4 dənə rəqəmi bir də 2 dənə ala biləcəyin bir dənə ehtimal var o mənada. Bura aid deyil. 2 xanallara aid olacaq. O 2 xanalı izah eləyəndə orada aid olacaq. Bax bu Başa yazdılar. düşdüm. Gəlirəm 4-ə. İndi həll eləməyə. Birinci. Ölçülər bir-birinə bərabər olanda, yəni bax 3-ün 3-ədir. Burada x var. Bu x-i tapanda sətir üzrə cəmlər sütun üzrə cəmlərə bərabərdir. Yəni 23, 19, 11-in cəmi edir 53, bərabər sütun üzrə oxşu cəmlərə. Yəni 22, 21, 43, üstəgəl 10 olmalı. Demək x yerinə 10 olacaq. Birinci x tapış eləmişəm. Sətir üzrə cəmlər sütun üzrə cəmlərə bərabər. Sonra yazacaq xüsusi ədədlər qeyd edilir üstünə. 23 var. 23 alıram 9, 8, 6-nın cəmindən. Deməli bu A xanalara 9, 8, 6 yazılmalıdır. Və 23 ilə onun kəsişməsinə həmişə 6 yazırsan. Bu bura yazmışam. Niyə bilərsən ki, Aməl, niyə görə 6 yazıram da, niyə görə 8, 9 yaza bilmirəm? Sən gəlib 23 ilə onun kəsişməsinə 8 yazmaq istəsən, bax ondan 8 yazdım, yerdə qalır 2. Axı mən 2-ni ala bilməyəcəm axı. Desəm 1 üstəgəl 1 yazım, 2 dənə 1 olmaz. Desəm 2 üstəgəl 0 yazım, 0 yoxdur. Ona görə deməli 8 qoya bilmirəm. Burası aydındır. Həmçinin 9 almaq istəyirəm. Desən 9 qoyum. Bura 9 qoysam. 9-un üstünə gərək 1 ilə 0 gəlim. O da olmur axı, ona tamamlanmır. Ona görə mən bura 9, 8 qoya bilmirəm. Mütləq 6-nı qoyuram. Burası aydındır mı? Burada problem yoxdur. Əla. İndi davam edirəm.
Niyə silmək olmur? Mən başıma çıxmadı bilən ona görə ləngi deyil. Bax, gəlirəm ona görə bura avtomatik yazıram altını. Ondan 6 yazdım. Yerdə qaldı 4. 4-ü ancaq ala bilirəm 3 ilə 1-in cəmindən. Deyə biləcəm ki, 3 ilə 1-i hansını hara yazım? Gəlib sən əgər 1-i 19-un altına yazmaq istəsən, desən ki 19-dan 1 yazım, yerdə qalır 18. 2 rəqəmin cəmini 18 almaq mümkün deyil axı. Gərək 9 plus 9 yazasan kəsişəcək. Ona görə 3-ü bura yazıram, 1-i bura yazıram. Buradan 6 getdi. 19-dan 3 yazmısan, 16 qalır. 16-nı 2 rəqəmin cəmindən ancaq 9 plus 7-dən almaq olur. Burada yazıram 9-dan 7. Bura kimi problem var? Yox. İndi bundan sonra bax yadda saxla. Birinci bütün köməklərini istifadə edirsən. Əgər ipucu dirənsə, böyük tərəfə böyük rəqəm qoyub, kiçik tərəfə kiçik rəqəm qoyub yoxlayırsan. Əgər problem baş versə, sonra yerini dəyişəcəm. Məsələn, bax necə? Bura qalıb 9-dan 8. 22 böyük olduğuna görə 9-a bura yazıram, 8-i bura yazıram. 9-dan 7-dən. 9-u yana yuxarı yaza bilmərəm, kəsişəcək. 9-u bura yazıram, 7-ni bura yazıram. 9, 7, 16. Bura 6 çatmır. 8, 9, 17. Bura 4 çatmır. Həqiqətən 6, 4, 1-in də cəmi 11 elədi. Bütün şərtlərini ödədi. Sətr üzrə cəmlər, üstün üzrə cəmlər eyni oldu. Problemsiz. Hamısı ödədi. Bəs yaxşı. Əgər digərini yoxlasaydım nə problem olacaqdı, onu da göstəreyim. Sonra keçib başqa bir sualda göstərəcəm. Bir tam aydın olsun. Bax tutalım ki, tutalım ki, gəlib sən bura 8-i bura, 9-u bura yazmaq istəsəydin. Onda görə bu 9 ilə 7-dən yuxarı 9, aşağı 7 yazacaqdım. 9-dan 7, 16. Burada 5 çatmırdı 21 olmaqdan ötürü. 8-dən 9, 17. Burada 5 çatmırdı 23 olmaqdan ötürü. Onda 5-lər kəsişəcəkdi. Görəcəkdim, ödəmir. Ödəməyənə görə bu ehtimal atacaqdım. Keçəcəkdim. 9-dan 8-i qoyacaqdım yerinə. Müəllim, Problem orada var niyə burada. bir şey Aha. soracağım? Orada 6 ilə 4 yazdıq. Məsəl üçün 3 ilə 7 yaza bilməzdik. Ara. 11-in altına 3, sonra 7, sonra 1. Yaxşı ehtimal deyirsiniz. Niyə görə elə yazdıq? Bəli də 6, 4 yazdığı, 6, 4, 1 yazdıq 11-in altına. Ora Mən məsəl onu üçün yaxşı 7. gəlin baxaq. Aha, necə yazardı? Şəmləri yoxlayaq. Bunu böyüdüm. Bunu silmək olmadı hesablaşdırırız. Aha. Necə yazardı işte? Bu B-ni yenicə yazaq. B-nin yerinə 6 yazmamışdıq bayaq. Ora Yox, B-nin bilin. yerinə 3, Ah, 16-a 7, onun altına 1 olsaydı. olsaydı. Yaxşı, 22-dən 3 yazdım, yerdə qaldı 19. 2 dənə rəqəm deyilən toplayanda 19 eləsin. Hansı rəqəmlər ola bilər? Mümkündürmü elə bir hal? Niyə 19-a bərabər edirik ki? 22 nə deməkdir? Sətr üzrə cəm 22 olmalı deyil. Bəli. Hə, bura 3 yazmısansa, 3-ün üstünə neçə gəlsən 22 eləyir. Hə, başa düşdüm. 2 rəqəmin cəmləsən 19 alamayacaqdın axı orada. Hə. Ona görə bax, buradan başladım yoxlanma ehtimalı. Yenə deyirəm, 11-dən də başlayıb yoxlaya bilərsən, amma 11-də ehtimal çoxdur axı. Çünki burada 2 ehtimal arasında qalmışıq. Ona görə 9-dan 8-in ehtimallarını yoxladım. Gördüm, bura 9, bura 8 düşür. Gəldim çarpaca 9 yazdım, bura 7 yazdım. 9, 7, 16, bura 6 çatmadı. 22 olmaqdan ötürü. 8, 9, 17, bura 4 çatmadı. Çünki bütün qaydalarımı ödədi, bütün şərtləri də ödəyir. Gəlin birini də göstərim. Məsələn, 5-dir, 6-dır, 7-dir. Məsələn, 6-cı suala baxaq. Birinci başlayıram. X-i necə tapırdım? Cəmlər bərabər olmalı. Yuxarı ilə sol. Sətir üzrə cəmlər, sütun üzrə cəmlərə bərabərliyini X-i tapırdım.
23, 20, 7-nin cəmi eləyir 50. 20, 19. 39 ilə üstünə 11 gəlməliyəm ki, 50 eləsin. X oldu 11. Burada problem var. Evet. İndi gəl ipucularımızı qeyd edeyim təzədən. Var ipucular təzədən burada açayım yenə. Bax, ipucularımıza diqqət elə. Hansılar var burada? 23-ün alınmasında ancaq 9, 8, 6 iştirak edir, qeyd elədim. 7-nin alınmasında ancaq 4, 2, 1 iştirak edir, qeyd elədim. Və 20 ilə 7-nin kəsişməsini neçə yazmalıyam? 4 yazmalıyam. Gəldim 20 ilə 7-nin kəsişdiyi xanaya 4-ü yazdım. 7-nin 4-ünü yazdım. Qaldı 2 ilə 1. İndi 19-un altına kim deyər? 2 yazım yoxsa 1 yazım? 2 yazmaq lazımdır. 1 yazsaq 18 alınmaz. 5 yazmaq olmaz 11-ə, onun üçün 2. Ay sağ ol. Çünki bura 1 yazsam, bax yenə deyirəm. 19 olmalıdır. 1 yazsam yerdə 18 qalır. 2 rəqəmin cəmi heç vaxt 18 verə bilməz. Ona görə bura 2 yazıram. Bura 1 yazıram. Bir də davam elə sütuna bax. 20-dən 4 yazdım. Yerdə qalıb 16. 16-nı 2 rəqəmin cəmi kimi ancaq 9-dan 7-dən ala bilərəm. Deməli, bura 9-dan 7 yazılacaq. 19-dan 2 yazdım. Yerdə 17 qaldı. 17-ni ancaq nədən ala bilirik? 9-dan 8-dən. Deməli, burada 9-dan 8 yazılacaq. İndi yaxşı, bir dənə də sual verirəm. 9-dan 7-dən, bax indi bura baxıram. B-nin yerinə 9 yazaram, yoxsa 7? 9 çünki böyük tərəfdir də ora ona görə. Başqa niyə görə? Yox. Başqa nə səbəb var? Niyə görə B-nin yerinə 7 yaza bilmirəm? Ki 19-da 9 ilə 8 çəkişəcəksə əgər 20 ilə 23-ün də yanına 9 23-ü 9, 8, 6-dan alırıq ona Ay görə. sağ ol. Bəli. Çünki bax sən 23-ü hansı rəqəmlərdən alırdın? 9, 8, 6-dan. 7 yoxdur axı 23-ün alınmağında. Ona görə sən B-nin yerinə 7 yaza bilmərsən. Mütləq 9 yazırsan bura. 7 qalır aşağıya. Buradan problemi olan var. Hə. Keçdim bura. 9-dan 8 yazılmalıdır. 9-u yuxarı yaza bilmirəm. Kəsişəcəkdir. 9-u bura yazıram. 8-i bura yazıram. 9, 8, 17. 6 çatmırdı bura. 7, 9, 16. 4 çatmır da bura. Bunu da yazdım. Всё. Heç biri kəsişmədi. Yəni sən sadəcə rəqəmləri düzgün qoymalısan. Yazdığın rəqəmlərin cəmi sətr və sütun üzrə verilən ədədlərə bərabər olmalı. Всё, bitdi, getdi. Bir dənə qayda budur. Burada problem var. Onda yaxşı. Problem yoxdursa. 7-ci sualı həll eləyin, çatda mənə doğru cavabını yazın. Sizin kitabda elə axırıncı sualdır. 22:51-dir. 22:55-ə kimi vaxtınız var. Tapan doğru cavabı çatda yazsın. İpucular da bax burada. İpucularını dəyərləndirin.
Sağ. Buna da baxar, sonra bir dənə də sizin qəbulunuzdan düşən sualı göstərəcəm sizə. Və birinci yenə deyirəm x tapırıq. 23, 19, 15. 57 eləyir. 24, 23, 47 eləyir. İkisinin yerinə 10 çatmır. İkisinin yeri oldu. Bunu qeyd elədim. Sonra ipuçlarını tez qeyd elə. 24 alanda 9, 8, 7-dən istifadə edirəm. 23 alanda 9, 8, 6-dan istifadə edirəm. Burada 23 alanda 9, 8, 6-dan istifadə edirəm. Və 23 ilə 10-un kəsişməsi neçə idi? 6. Amız oldu 6. Bax, 10-dan 6 yazdım. Yerdə qaldı 3 və 1. İndi mən burada 3 və 1-dən 1-i 19 olan xanaya yaza bilmərəm axı. Çünki bura bir adı yoxlamışım. 1 yazsam 19-dan 1 çıxanda 18 qalır. 18 sən ala bilməyəsən. Gərək 9 bölü 9 yazasan. Ona görə bura 3 yazıram, bura 1 yazıram. 23-ün 6-sı getdi. 24, 19-dan 3 yazmısan, yerdə qalıb 16. 16-nı ancaq alıram 2 rəqəm kimi 9 ilə 7-dən. İndi kəsişmələrə bax. Mən buradakı 7 rəqəmin 24 ilə 19-un kəsişməsinə yazacağam. Çünki 23-də 7 rəqəmi yoxdur. Ona görə 7-ni yazıram bura, 9 yazıram bura. Sonra baxıram. 9 ilə 8 yazılmalıdır bura. 9-u bura yazsam kəsişir. Ona görə 9-u bura yazıram, 8-i bura yazıram. 9, 7, 8 çatmır. 8, 9, 6 çatmır. Şu hamısı ödədi. B oldu 9, A oldu 6, cəmi də oldu 15, Y variant. Müəllim, mən yazmağa başlayanda birinci bu 23, 24 var. Onlarda ortaq rəqəm 9, 8-dir axı. Fikirləşdim ki, hər cərgənin ən böyük rəqəmi elə özləridir deyə. Kəsişən yerə elə 9-u yazmaq da, yəni birinci 9-u yazdım, 6-nı elə yazdım, 8-də çıxdı ona görə də. O məntiqlə həmişə yanaşmaq olar. Yox, 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 yox. O ödəməyə bilər təbii ki. O konkret deyil. Ora 8 də gəlib çıxa bilərdi. O həmin ehtimallar, yenə deyirəm, yoxlamaqdır. Yəni birinci maksimum ipucularından istifadə edirsən, məsələn bu 6 3 1 konkretdir. Bunun başqa bir yolu yoxdur, mümkün deyil. Çünki bunları yazandan sonra ipucularını dirənsə, onda sən dediyin tətbiq eləmək olar. Deyə bilərəm ki, bura 9, bura 8 qoyum, yoxlayım. Amma ipucular dirənəndə. Ondan sonra ola bilər ki, 9 ilə 8 qoya bilərdin ödəməli, sonra dəyişməyini 8 9 qoya bilərdin. Yəni o konkret deyil. Burada bir dəfə ödəyib, amma o ödəməyə bilərdi. Onda yerini dəyişməli idi. Birinci yenə deyirəm. Konkret ipucuların bax bunlardır. Birinci bu konkret ipuculardan başlamaq lazım həmişə. Bunlardan. Gəlin sizin qəbulunuza düşmüş sualı işləyək. O bildiyiniz kimi 3-cə deyildi. Onun ölçüləri fərqli idi, amma rahat idi yenə. Orada 23 alınmışdı cavab, amma sonra 25 çıxdı. Gəlin baxaq. Və gəlin elə mən birinci özünüzə şans verim, özünüzü yoxlayın. Sonra mən göstərəcəm. Bunlar yəqin görünür də. Qlap üstünə gedim. Bu 16-dır. Gözləyim. Bu içindəki rəqəmləri oxuya bilirsiniz? Bəli. Görünür. Yaxşı. Bunu tətbiq edin, tapın. Çünki burada məsələn bu 3 o deməkdir ki, bu ikisinin cəmi 3 olmalıdır. Bu 6 o deməkdir ki, sütun üzrə bu üçünün cəmi 6 olmalıdır. Bu 13 o deməkdir ki, bu ikisinin cəmi 13 olmalıdır. İndi burada bax iki xanalları da yazdım, bax ipucular bax buradadır. İki xanal olanlarda.
Bir dənə cəhd edin bunu yazmağa çalışın. Tapan çatda doğru cavabı yazsın. Bu arada təbii sən bir dediğini aldanma. Sən normal halde doğru variantı tap. Cavab çıxacaq. Tamam. Müəllim, olar bir sual vereyim. Bəli, buyurun. Bu əvvəl izah etdiyimiz qayda kimi yuxarıdakı xanalar verilən qiymətlərlə aşağıdakı xanalar verilən qiymətlər üstə düşmür də, toplanmır burada. Xeyr, Düz nəticəni yazdım, əldə elədim, amma burada toplanmır. xeyr, xeyr. O ölçülər bərabər olanda, 3-ün 3 olandadır. Aha, bildim. 8 nəfər cavablayıb, gəlin baxaq.
23, 22. Y nədir? Variant yox. Tapmıram. Ha, 23, 23, 23, 23, 23. Baxıram. Bax birinci. İki xanallarda ipucum 3 ilə 4-dən başlayıram elə. 3-ü alıram 2 ilə 1-in cəmindən. B-ni yerini 2 yaza bilmərəm. Çünki B-ni yerini 2 yazsam, gərək 2-nin üstünə 2 gəlim 4 eləsin, olmaz. Ona görə bura 1 yazıram, bura 2 yazıram. 1-in üstünə 3 gəlməliyəm ki, 4 eləsin. Bax indi burada 6-dan 2 yazmısan, 4 qalıb cəm olaraq. Yəni 1-dən 3 qalıb. E-nin yerinə təbii ki 3 yaza bilmərəm. Çünki 3 artıq yanında var. Ona görə 3-ü yuxarı yazıram, 1 aşağı yazıram. Burada 3, 1, 4, 2 çatmır. Bura kimi problemi olan var. Müəllim, mən burada nəyə qarışdırdım? B ilə R eyni fərqlərdir, amma eyni rəqəm ola bilərlər də onda. O təbii ki ola bilər. Onun stokda da var idi. Şübhələnməli falan deyil ki. Burada heç bir problem yoxdur. Burada problem yoxdur. Müəllim, zəhmət olmasa yenidən təkrar eləyərdiniz də. Üç hansı rəqəmlərin cəmindən alırdıq? 2 ilə 1. Bəli. B-ni yerinə 2 yaza bilərəm. Olar. 2, 1. B-ni yerinə 2 yazsam, gərək 2-nin üstünə 2 gəlim 4 eləsin. Nətər ola bilər ki bu? Onlar Yuxarıdakı kəsişirlər ona görə. Başa düşdüm. Ora 1 yazılır. 1-in yerinə. Hı. Ona görə bura 1 yazıram. Hı. 1-in üstünə 2 gələcəm, elədi 3. 1 ilə də 3-ü toplamalıyam, eləsin 4. Düzdür? Aha. 6-nın 3-ün yazmışıq. Yerdə qalıb 3. Yəni 2 ilə 1. Düzdür? Bax, buradan baxaq bu səfər. Düzdürmü? Bəli. R-in yerinə 2 yaza bilərik. Eriyan. Yox, çünki orada sütunda var. Artıq Ona görə var. bura 1 yazıram, bura 2 yazıram. Düzdür? Hı hı. Burada yuxarı 3 qalır ki, 3, 1, 2 eləsin 6. Düzdürmü? Bəli. İndi sonra baxıram. Bax, burada da 7 var. 2 yazmışam, 5 çatmır. 5-i də mən ala bilərəm 4 plus 1-dən. Niyə görə 3 plus 2 düşünmürəm? Çünki mən onun yerinə 3 də qoya bilmərəm, 2 də qoya bilmərəm. Çünki 3-dən 2 var axı sətr və sütunda. Ona görə 4-dən 1 qalır. Gəlib desəm ki, mən bu 4-dən 1-dən 1-i bura qoyum. Ki, buranın cəmi 13 eləməli idi. Ki, 1-in üstünə gərək 12 gəlim ki, 13 eləsin. O da mənim qaydamı pozur. Bir rəqəmli olmalıdır axı. Ona görə bura 4 yazıram, bura 1 yazıram. Burası aydındır. Bəli. 4-ün üstünə 9 gələcəm. 13. 9-un üstünə də 7 gələcəm. 16. Şöp bitdi, getdi. B'miz oldu 1. O'muz oldu 1. R'mız oldu 1. N'mız oldu 9. A'mız da olur 7, 1, 3-ün cəmi, yəni 11. Toplayanda da 23. Şöp. Problemi olan var. Müəllim, biz Çətin. burada əgər o fiqur eyni ölçülü olanda onda biz çıxırdıq, A-nı elə tapırdıq. Elə bil ki, eyni Bəli, fiqurların bəli, cəmi. bəli. Eyni ölçüdə olanlarda olurdu. X olanda onu tapırdıq elə. Səhvləmişdim. Bəli. Bildim. Problem yoxdur burada. Xeyr, aydındır. Hə. Deməli belə. Kakurodan da bu qədər. Ev tapşırığı olaraq bir cədvəlləri bitirir. 80 neçə dənə sualda? 80, 85 belə bir sual saydı. Bir də Kakuron bitirir. Kakurodan da cəmi 7 dənə sualda. Onun üçün burada işlədi. Evə dağılıb 4 dənəsi. Cəmi və 87 dənə sual verir. Sualın var. Müəllim, bir də Xeyr, qrupa quiz sağ olun. atmışdınız. Ona həftə sonu baxarıq. Quizin izahını göndərəcəm. Quizin izahını çəkmişəm. Ümumi qrup atmışam. İndi bütün qrupa da atarım. Oldu. Sağ olun.
Gecəniz Sağ xeyrə ol qalsın. müəllim. Gələndə görüşərik. Sağ Sağ olun, olun. xeyrə Sağ olun qarşı. müəllim. Sağ olun. Gecəniz Sağ xeyir olun müəllim. olsun. Sağ olun. Özünə müğayət olun. Sağ olun, gecəniz xeyir. Xeyrə qarşı.